Salam əziz şagirdlər. Bugün biz sizinlə çoxluqlar üzərində əməllər mövzusunu öyrənəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Çoxluqların kesişməsi, çoxluqların birləşməsi, çoxluqların fərqi, tapşırıqlar. Çoxluqların kesişməsi. İki çoxluğun bütün ortaq elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların kesişməsi deyilir. Məsələn, A və B çoxluqlarına nəzər yetirək. Göründüyü kimi A çoxluğunun elementləri 3, 5, 2 və 7-dir. B çoxluğunun elementləri isə 1, 5, 3, 9 və 8-dir. Uşaqlar, buradan görürsünüz ki, 3 və 5 elementləri hər iki çoxluğun elementidir. Onda deyə bilərik ki, 3 və 5 ədədləri bu iki çoxluğun kesişməsində yerləşir. Və bunu Euler-Venn diaqramı vasitəsilə göstərsək, bu şəkildə göstərərik. Çoxluqların kesişməsi kesişmə simvolu ilə yazılır. A və B çoxluqlarının kesişməsini belə də yazmaq olar. A kesişir B ilə, bu da bərabərdir 3 və 5. İki çoxluğun ortaq elementi yoxdursa, onların kesişməsi boş çoxluğa bərabər olacaq. Məsələn, iki dənə çoxluq götürək. Birinci çoxluğun elementləri A, B, C, ikinci çoxluğun elementləri isə D, E, F olsun. Göründüyü kimi onların heç bir ortaq elementi yoxdur. Deməli, kesişmə boş çoxluğa bərabərdir. İstənilən A çoxluğu üçün A çoxluğunun A çoxluğu ilə kesişməsi elə A çoxluğuna bərabər olacaq. Yəni, A çoxluğunun özü ilə kesişməsi elə özünə bərabərdir. Və həmçinin A çoxluğunun boş çoxluqla kesişməsi isə boş çoxluğa bərabər olacaq. Uşaqlar, onu da qeyd etmək istəyirəm ki, əgər A çoxluğu B çoxluğunun alt çoxluğudursa, onda onların kesişməsi A çoxluğuna bərabər olacaq. Gəlin bu dediyimizi yazaq. A çoxluğu alt çoxluğudur B çoxluğunun. Bu zaman dedik ki, A ilə B-nin kesişməsi bərabər olacaq A çoxluğuna. Bunu nümunə üzərində göstərək. Hər hansısa bir A çoxluğu yazıram. Tutaq ki, elementləri 1, 2, 3 olsun. Hər hansısa bir B çoxluğu yazıram. Onun da elementləri 1, 2, 4, 3 və 5 olsun. Gəlin bu iki çoxluğu kesişdirək. A kesişir B ilə. Qeyd etdiyimiz kimi kesişmədə ortaq elementlər olmalıdır. 1 hər iki çoxluqda var, yazıram 1 elementini. 2 elementi də hər iki çoxluqda var, yazıram. Həmçinin 3 elementi göründüyü kimi hər iki çoxluqda var. Deməli, A və B çoxluqlarının kesişməsi 1, 2, 3 elementlərindən ibarət oldu. Və göründüyü kimi bu ilə A çoxluğunun özünə bərabərdir. Çoxluqların birləşməsi. İki çoxluğun bütün elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. Məsələn, A və B çoxluqlarını götürək. Göründüyü kimi A çoxluğunun elementləri 5, 4, 1 və 7-dir. B çoxluğunun elementləri isə 5, 4, 3, 2 və 8-dir. Gördüyümüz kimi hər iki çoxluqda 4 və 5 elementlər var. Deməli, 4 və 5 bu iki çoxluğun kesişməsinin elementləridir. Onda biz bunu Euler-Venn diaqramı vasitəsilə göstərsək, bu şəkildə görünür. Və buna əsasən deyə bilərik ki, bu iki çoxluğun birləşməsi 1, 2, 3, 4, 5, 7 və 8 elementlərindən təşkil olunub. Çoxluqların birləşməsi göründüyü kimi bu şəkildə yazılır. A və B çoxluqlarının birləşməsini belə yazmaq olar. A birləşir B ilə bərabər olacaq. 1, 2, 3, 4, 5, 7 və 8. Çoxluqların ortaq elementləri onların birləşməsində yalnız bir dəfə yazılır. Göründüyü kimi 4 və 5 elementləri bizim A və B çoxluqlarımızın hər ikisinə daxil idi və birləşmədə biz bu elementləri yalnız bir dəfə yazdıq. İstənilən A çoxluğu üçün A çoxluğunun A çoxluğuyla birləşməsi elə A çoxluğuna bərabərdir. Yəni, çoxluğun özü ilə birləşməsi elə özünə bərabərdir. Həmçinin A çoxluğunun boş çoxluqla birləşməsi də A çoxluğuna bərabər olacaq.
Uşaqlar, onu da qeyd etmək istəyirəm ki, əgər A çoxluğu B çoxluğunun alt çoxluğudursa, onda bu iki çoxluğun birləşməsi bizə B çoxluğunu verəcək. Gəlin bu dediklərimizi göstərək. Yazacağım. A çoxluğu alt çoxluğudur B çoxluğunun və A çoxluğu B çoxluğu ilə. Gəlin bu dediklərimizi yazaraq göstərək. Yazacağım. A çoxluğu alt çoxluğudur B çoxluğunun. Bu zaman A ilə B'nin birləşməsi bərabər olacaq B'yə. Gəlin göstərək. Tutaq ki, bir A çoxluğu götürək. Elementləri 0, 1, 3 olsun. Hər hansısa bir B çoxluğu götürək. Onun elementləri 0, 1, 2, 3 olsun. Göründüyü kimi A çoxluğu B çoxluğunun alt çoxluğudur. İndi bu çoxluqları birləşdirək. Yazacağım A birləşir B bərabərdir. 0, 1, 2 və 3. Deməli, A və B çoxluqlarının birləşməsinin elementləri 0, 1, 2 və 3-dür. Və bu da B çoxluğunun özünə bərabərdir. Bir neçə nümunəyə baxaq. C və D çoxluqlarının kəsişməsini yazın və elementlərinin sayını tapın. C çoxluğunun elementləri göründüyü kimi Ş, A, M, L və I-dır. D çoxluğunun elementləri isə A, L, I və Ş-dir. Bu iki çoxluğun kəsişməsini yazarkən onların ortaq elementlərini seçməliyik. Gəlin yazaq. C kəsişir D ilə bərabərdir. Hər iki çoxluqda göründüyü kimi Ş, A, L və I elementləri var. Deməli, C və D çoxluqlarının kəsişməsinin elementləri Ş, A, L və I-dır. Və deməli, bu çoxluqların kəsişməsinin 4 elementi var. Keçək digər nümunəyə. C çoxluğunun elementləri H, A, R, U, N. D çoxluğunun elementləri isə E, L, N, U və R-dir. Yenə də hər iki çoxluğun kəsişməsini yazmalıyıq. Yazaq. C kəsişir D ilə. Kəsişmədə ortaq elementləri seçəcəyik. Gəlin seçək. Göründüyü kimi N hər iki çoxluğun elementidir. U hər iki çoxluğun elementidir. Və R hər iki çoxluğun elementidir. Onda deyə bilərik ki, C və D çoxluqlarının kəsişməsinin elementləri N, U, R-dir. Və bu çoxluqların kəsişməsinin 3 elementi var. Keçək B bəndinə. 30-dan kiçik cüt ədədlər çoxluğunu A ilə, 30-dan kiçik və 3-ə bölünən ədədlər çoxluğunu B ilə işarə edib bu çoxluqları yazın. Euler-Venn diaqramından istifadə etməklə A və B çoxluqlarının birləşməsinin elementlərini müəyyən edin. Bu çoxluğun elementlərinin sayını tapın. Gəlin əvvəlcə A çoxluğunun elementlərini yazaq. Bunlar 30-dan kiçik cüt ədədlər çoxluğudur. Və A çoxluğunun elementləri bu zaman 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26 və 28 olacaq. İndi isə B çoxluğunun elementlərini göstərək. Bunlar 30-dan kiçik 3-ə bölünən ədədlərdir. Və 3, 6, 9, 12, 15, 18, 21, 24 və 27 olacaq. İndi isə bu çoxluqları Euler-Venn diaqramı üzərində göstərək. Tutaq ki, bu A çoxluğu, bu isə B çoxluğudur. Gəlin əvvəlcə bu iki çoxluğun kəsişməsində olan elementləri yazaq. Hər iki çoxluğun elementləri 6, 12, 18 və 24-dür. İndi isə yalnız A çoxluğunda olan elementləri yazaq. Bunlar 2, 4, 8, 10, 14, 16, 20, 22, 26 və 28-dir. İndi isə yalnız B-də olan, B çoxluğunda olan elementləri yazaq. Bunlar 3, 9, 15, 21,
və 27-dir. Göründüyü kimi A və B çoxluqlarının birləşməsindəki elementlər 2, 3, 4, 6, 8, 9, 10, 12, 14, 15, 16, 18, 20, 21, 22, 24, 26, 27 və 28-dir. Yəni A və B çoxluqlarının birləşməsindəki elementlərin sayı 19-a bərabərdir. Çoxluqların fərqi. A çoxluğunun B çoxluğuna daxil olmayan bütün elementləri çoxluğuna A və B çoxluqlarının fərqi deyilir və bu şəkildə yazılır. Tutaq ki, A çoxluğunun elementləri 2, 3, 5 olsun, B çoxluğunun elementləri də 1, 3, 6 və 7 olsun. Onların fərqini tapmaq üçün gəlin əvvəlcə ortaq elementlərini təyin edək. Göründüyü kimi hər iki çoxluğun ortaq elementi 3-dür. Onda Eylervin diaqramı vasitəsilə göstərsək bu şəkildə olar. Və diaqramdan da gördüyümüz kimi A çoxluğunda olub B çoxluğunda olmayan elementlər 2 və 5-dir. Deməli, A və B çoxluqlarının fərqi 2 və 5 olacaq. İndi isə B çıxar fərqinə baxaq. B çoxluğunun A çoxluğuna daxil olmayan bütün elementləri çoxluğuna B və A çoxluqlarının fərqi deyilir və bu şəkildə yazılır. Yenə də A çoxluğunun elementləri 2, 3, 5 olsun, B çoxluğunun elementləri 1, 3, 6 və 7 olsun. Ortaq element göründüyü kimi 3-dür və bu dəfə B çoxluğundan A çoxluğuna çıxdığımız üçün B çoxluğunda olub A çoxluğunda olmayan elementləri yazacağıq. Yəni bu elementlər 1, 6 və 7 olacaq. Onda B çıx A fərqi bərabər olacaq 1, 6 və 7-yə. Uşaqlar, gördüyünüz kimi A çıx B fərqi B çıx A fərqinə bərabər deyil. Həmçinin qeyd etmək istəyirəm ki, çoxluğun özü ilə fərqi boş çoxluqdur. Yəni A çoxluğu çıxılsın A çoxluğu bərabər olacaq boş çoxluğa. Və çoxluğun boş çoxluqla fərqi isə çoxluğun özünə bərabərdir. Yəni A çıxılsın boş çoxluq bərabərdir A-ya. Əgər B çoxluğu A çoxluğunun alt çoxluğu olarsa, onda A çıx B fərqi B çoxluğunun A çoxluğuna tamamlayıcısı adlanır. Məsələn, elementlər 1, 4, 7, 8 olan A çoxluğu və elementləri 1, 4 olan B çoxluğu götürək. Göründüyü kimi B çoxluğu A çoxluğunun alt çoxluğudur. Onda deyə bilərik ki, B çoxluğunun A çoxluğuna tamamlayıcısı 7, 8 elementləridir. Həqiqətən də bu elementlər B çoxluğu ilə birlikdə A çoxluğuna əmələ gətirir. Bir neçə nümunəyə baxaq. A bəndi A çıx B çoxluğunu yazın və elementlərinin sayını tapın. Göründüyü kimi A çoxluğunun elementləri Ş, İ, R və Ə-dir. B çoxluğunun elementləri isə Ş, İ və R-dir. Deməli, A çıx B fərqi deyəndə biz A-da olub B-də olmayan elementləri yazacağıq. Gəlin yazaq. Yazaq. A çıxılsın B bərabərdir. Ş göründüyü kimi hər iki çoxluqda var, yazmırıq. İ hər iki çoxluqda var, yazmırıq. R hər iki çoxluqda var, yazmırıq. Geriyə qalır Ə. Deməli, A çıx B fərqinin elementi Ə-dir. Yəni, A çıx B çoxluğunun elementlərinin sayı 1-ə bərabərdir. B bəndinə baxaq. Eyler-Venn diaqramına görə A birləşir B ilə, A kəsişir B ilə, A çıx B, B çıx A çoxluqlarını yazın. Gəlin əvvəlcə A çoxluğunu yazaq. A çoxluğu A çoxluğunun dairəsində olan bütün elementlərdən ibarətdir. Gəlin yazaq. A bərabərdir. Y, L, T, R və U. İndi isə B çoxluğunu yazaq. Burada da B çoxluğunun dairəsində olan bütün elementləri yazacağıq. T, R, U, A və N. A və B çoxluqlarının birləşməsini yazaq. A və B çoxluqlarının birləşməsi Eyler-Venn diaqramında gördüyümüz bütün elementlərdən ibarət olacaq. Gəlin yazaq. A birləşir B ilə bərabərdir. Y, L, T, R, U, A və N. A ilə
B-nin kəsişməsini yazaq. A kəsişir B ilə. Biz artıq öyrəndik ki, iki çoxluğun kəsişməsi onların ortaq elementlərindən ibarətdir. Göründüyü kimi bu iki çoxluğun ortaq elementləri T, R və U elementləridir. Gəlin yazaq. U və R. A çıx B və B çıx A fərqlərini yazaq. Yazıram. A çıxılsın B bərabərdir. Burada A çoxluğunda olub, B çoxluğunda olmayan elementləri yazacağıq. Göründüyü kimi bu elementlər Y və L'dir. Həmçinin B çıx A fərqini yazaq. Burada isə B çoxluğunda olub, A çoxluğunda olmayan elementləri yazarıq. Bunlar A və N'dir. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Bir rəqəmli tək ədədlər çoxluğunu T ilə, bir rəqəmli cüt ədədlər çoxluğunu C ilə, bir rəqəmli mürəkkəb ədədlər çoxluğunu M ilə işarə edin. Bu çoxluqların elementlərini yazın. Gəlin yazaq. Əvvəlcə T çoxluğundan başlayaq. Yazacağım T çoxluğu bərabərdir. Bu bir rəqəmli tək ədədlər çoxluğudur. Onda elementləri 1, 3, 5, 7 və 9 olacaq. İndi isə C çoxluğunu yazaq. C çoxluğunun elementləri isə bir rəqəmli cüt ədədlər çoxluğudur. Yəni 2, 4, 6 və 8. Keçək M çoxluğuna. Bu çoxluğun elementləri isə bir rəqəmli mürəkkəb ədədlərdir. Yəni 4, 6, 8 və 9. Əməllərə uyğun çoxluqları yazın və elementlərinin sayını tapın. Gəlin əməlləri yerinə yetirək. C və T çoxluqlarının birləşməsi. Bu iki çoxluğun birləşməsini yazarkən hər iki çoxluğa aid olan bütün elementləri yazacağıq. Gəlin yazaq. Bu elementlər 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 olacaq. Deməli, C və T çoxluqlarının birləşməsində 9 element var. Keçək digər nümunəyə. C və T çoxluqlarının kəsişməsi. Uşaqlar, diqqət etsəz görərsiniz ki, C və T çoxluqlarının heç bir ortaq elementi yoxdur. Deməli, onların kəsişməsi boş çoxluqdur. Keçək digərinə. M və T çoxluqlarının birləşməsi. Yenə də hər iki çoxluğa aid olan bütün elementləri yazacağıq. M və T çoxluqları gəlin yazaq. 1, 3, 4, 6, 5, 7, 8 və 9. Deməli, M və T çoxluqlarının birləşməsində 8 element var. Keçək M və T çoxluqlarının kəsişməsinə. Göründüyü kimi, M və T çoxluqlarının hər ikisində yalnız bir ortaq element, yəni 9 var. Deməli, M və T çoxluqlarının kəsişməsindəki elementlərin sayı 1-ə bərabərdir. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin bu tapşırığın həllinə birlikdə baxaq. A və B uyğun marketlərdə satışda olan ərzaq çoxluqlarıdır. Əməllərin mənasını izah edin və uyğun çoxluqların elementlərini yazın. A birləşir B ilə. Bu o deməkdir ki, biz o ərzaqları seçməliyik ki, həm A, həm də B çoxluğunda satılan ərzaqlar olsun. Bu ərzaqlar çoxluğu un, düyü, duz, şəkər, kərə yağı, bitki yağı, süd, qatıq, pendir, yumurta, toyuq, ət, balıq, makaron, vermişel, qarabaşat və ərişdə olacaq. İndi isə A ilə B-nin kəsişməsinə baxaq. Deməli, biz burada o elementləri yazmalıyıq ki, həm A marketində, həm də B marketində satılan ərzaqlar olsun. Bu ərzaqlar un, düyü, bitki yağı, süd, pendir, yumurta, toyuq, makaron və ərişdədir. İndi isə A və B çoxluqlarının fərqinə baxaq. Burada isə yalnız A marketində satılan ərzaqlar çoxluğunu yazacağıq. Bu ərzaqlar duz, kərə yağı, balıq və vermişeldir. B çıx A fərqinə baxaq. Burada isə
Yalnız B marketində satılan ərzaqlar çoxluğunu yazacağıq. Bu ərzaqlar şəkər, qatıq, ət və qarabaşaq olacaq. Əziz şagirdlər, bugün biz sizinlə çoxluqların kəsişməsi, birləşməsi və fərqini öyrəndik. Bir sıra tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.